Bugün sizə zamanında Bakı müstəntiqlərini rəsmən çıxılmaz vəziyyətə salan, hər bir detalı şahmat gedişi kimi hesablanmış bir hadisəni danışacağım. 1980-ci illərin əvvəlləri. Bakı Dəmir Yolu vağzalında Rusiya qatarından düşən gənc bir kuryer qəfildən yoxa çıxır. Bu sadə bir gənc deyildi. Onun əlindəki qara çamadanda dövrün gizli qızıl ticarətinə aid küllü miqdarda sərvət var idi. Kuryer Bakıda müəyyən olunmuş gizli ünvana çatmalı idi. Amma o heç vaxt o qapını döymədi. 2 gün sonra Bakı kənarındakı bağ evlərinin birində həmin gəncin hərəkətsiz bədəni tapıldı. Hadisənin müəllifi heç bir qaba iz, heç bir dağınıqlıq qoymamışdı. Otaqda hər şey yerində idi. Çamadan isə təbii ki, yoxa çıxmışdı. Ekspertlər gəncin həyatına çox xüsusi və nadir tapılan bir tibbi preparatla son qoyulduğunu təyin etdilər. Yəni bu hadisəni törədən şəxs fiziki güc tətbiq etməmişdi. O kuryeri sadəcə çox sakit bir şəkildə, əbədi olaraq susturmuşdu. Polisin əlində nə şahid var idi, nə də hər hansı bir ipucu. İstintaqa aparan Bakı prokurorluğunun gənc müstəntiqi bir detalı fərq etdi. Qurbanın cibindən Bakıdakı tanınmış restoranlardan birinin kibrit qutusu çıxmışdı. Müstəntiq həmin restorana gedərək o gecə qızıl kuryerinin kiminlə əyləşdiyini araşdırmağa başladı. Afisiyantlar gəncin yanındakı çox şık geyinmiş, ziyalı görkəmli bir bəyin olduğunu dedilər. Həmin şəxs Bakıdakı böyük dövlət idarələrindən birinin baş mühasibi idi. Hər şey tam aydın görünürdü, elə deyilmi? Lakin həmin mühasib dindirilərkən o gecə kuryerlə sadəcə iş danışdığını və saat 10-da ondan ayrıldığını bildirdi. Üstəlik mühasibin ailəsi və qonşuları onun gecə yarısı evdə olduğunu təsdiqlədilər. Onun sarsılmaz alibisi var idi. Oyunu quran o gizli kölgə özünü tam sığortalamışdı. Bəs müstəntiq bu dahi planı necə pozdu? Hər şey Bakı apteklərindən birindən gələn gizli bir məlumatla dəyişdi. Məlum oldu ki, həmin mühasib bu hadisədən bir həftə əvvəl öz xroniki yuxusuzluğu üçün xüsusi bir sakitləşdirici maddə yazdırılmış. Müstəntiq dərhal dahi bir psixoloji gediş etdi. Mühasibin evinə baxış keçirilərkən, divardakı böyük saatın arxasında gizlədilən qızıllar və həmin tibbi preparatın boş qabı tapıldı. Mühasib kuryerin içkisinə o maddəni restorandaca atmış. Gənc huşunu itirəndə isə onu öz maşını ilə bağ evinə aparıb orada son mənzilə yollamışdı. O hər şeyi elə hesablamışdı ki, bədən tapılarkən maddənin bədənə daxil olma saatı onun evdə olduğu vaxtla üst-üstə düşsün. Amma aptek qeydiyyatı və saatın arxasındakı sərvət bu planı tamamilə alt-üst etdi. Bəli, əziz izləyicilər, Bakıda reallıqdan götürülmüş bu qorxunc zəka oyunu da xırda bir aptek qeydi ilə ifşa olundu. Sistemə və qanunlara meydan oxuyan o mühasib layiq olduğu cəzanı aldı. Sizcə bir insanın bu qədər soyuqqanlı şəkildə plan qurub bir gəncin gələcəyinə nöqtə qoymasına səbəb sadəcə pul hərsliyidir, yoxsa daxildəki gizli ego? Fikirlərinizi mütləq şərhlərdə yazın, müzakirə edək. Videonu bəyənməyi və kanala dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənədək salamat qalın.